Hamınıza salam dostlar, nə təslim edirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə Brawl Stars videosu ilə qarşınızdayım. Bilirsiniz, keçən həftə videosu atmışdım, ancaq yəni kanalımız Brawl Stars kanalı olduğuna görə Brawl Stars videosu atdım. Yəni həmişə FIFA videosu atacaq kimi deyiləm, çünki kanalın əsl konusu kanal Brawl Stars haqqındadır. Buna görə ona görə Brawl Stars çəkirəm. Bugünkü videoda 34.000 kupa alacağıq. 34.000 və oynayacağıq. Və bugün dostlar birazdan 18:30'da 1 saatdan sonra canlı yayın açacağım. Gəlin getdik 1 saat sonra. Bugünlər tamamlayaq falan. Gəlin hesablaşma qoyaq. Baxın. Mən bütün karakterlər 11 demişəm akademiyə. O gündə kollet elədim 11. Beni də çit eləyirəm. Çitdən oynayaq. Yəni çit çox zor karakterdir. Bu da elə ən sevdiyim kostümüdür. Gedək. Bir də profilimdə də istəyirəm. Profil neçə gündür saxlayıram. Biraz müxtəlif profil qoyaq verən ətərdim. Qəribə olsun bu dəfə. Griffin bu profilini qoyacağım da yaxşı profilli. Və dostlar, kulübümüzə gəlmək istəyənlər gələ bilər. Kim istəyirsə gəlsin, buyurub gəlsin. Və dostlar, mən Roblox'a başlamaq istəyirəm. Başlamaq istəyəndə oynayıram. Siz elə Brain Rot bilərsiniz. Siz elə Brain Rot Roblox'a məşhur bir oyundan. O oyunu axırıncı dəfə keçən yay oynamışım. Keçən yaydan sonra da başımı buraxdım və indi o qədər yox, biraz başlamaq istəyirəm, amma fikirləşəcəm başlamaq haqqında. Keçən yer çox maraqlı idi. Həyatım keçən yer istəyir Roblox idi da. Ancaq Free Fire'dan daha çox girirdim o oyuna Roblox'da. Qəşəng. Bul. Getdim bloka. Burada o boyda efsanevi kit var ya. O vaxt efsanevi kit var. Bunu öldürə bilərsiniz siz. Xiyarlara bax. Vay, Mortse bax qudurdu. Oy zibil. O nədir? Qorxdum. Burada kimsə var. Bayağı Damyanın qoydu. O divar idi deyəsən. Belə qırılıb patladı bir dəqiqə. Şol bura gələk. Ay zibil. Bul dibdən çox hasar. Oba. Qoşa. Ay çita bax. Çox zordur. Ay zibil şey yeni yopanı öldürəməyəcək. Qəşəng öldürdüm. Udduq. İlk oyunu udduq. Əla və yes, sonunda 34.000 kupa. 34.000 kupa olduq. Bir dənə efsanevi yazar. Oy zibil 8'li. Ayda 8 yazdı amma pox da çıxmasından ha. 8'in yazmağı sonra poxun da çıxması adamı türklər demişkən üzür. Ayda çiti biraz fulləmək vaxt aparacaq. Nəyə görə? Birincəm çiti 11 eləməliyəm. Sonra 5000'e hyper şarj almalıyım. Hiper şarj. Çiti dəyişdirək. Müxtəlif karakterlərlə oynayaq. Biraz az siz kimlə oynayaq. El Primo'yla. Dünən El Primo'ya belə bir kostüm çıxartdım. Baxın. Məndə bu kostüm var idi. O günləmdə efsanevindən bu çıxdı. İkisi də tamamla. Çərəməz də yaxşılamayı da bundan oynayaq. Heç oynamamışam. Videoda oynayacağım ilk dəfə. Başlayaq anda. Çox zor kostümlər getdik. İşte. Sabah dostlar ya Brawl Stars ya da FIFA. Bu iki hesabımın birinin hesabını tanıtmaya yazacağım. Çünki axırıncı ikisində apreldə tanıtmışam. İndi iyunda tanıtmışam. Siz alsana. Bir aydan bir tanıtacağım hesabımı. 2 aydan bir yox, bir aydan bir hesablarımı. Siz alsana edeyim.
sabah. Əgər sabah desəz FIFA-nı, bir içində Brawl Stars tanıtacağam. Əgər səhər desəz Brawl Stars tanıt, bir içində FIFA-nı tanıtacağam. Öyle çox zordur da El Primo. El Primo Prime vaxtı. Hələ də olsa Prime'dır. İndi çox sevirəm El Primo'nu, amma oynamıram El Primo ilə belə o qədər. Ay bilə. Oy Zibil. Sındıra bağı. Pısırıyor da. Sıkıştırdı bizi xıyar. Ay 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 ay. Ay ne oldu? Ay da. Neçənci olduq, üçüncü olduq. Ay Zibil. Nətər öldüm mən o bota. O zayıf adamı nətər öldüm mən. Primon değiştireceğiz Primon'u. Biraz miktar Poco seçeyim diyor. Poco yok. O kadar da zayıf yok. Poco ile oynayamıram vafşim. Siz kimden? Kimden oynayaq? Krovla oynayaq can. Ama knockout. On 18-30 az qalıb, 18-30 can alacağam. Mən dostlar 17/50-də videomu bitirəcəm. O vaxtlar çünki 17/50-də girəcəm. Bir uşağı bir məhəllədə yaxın dostumdur. Yusifdir. Ona bax hazır anası Gilzadə evdə yox. Demə tapşırmışlar bizə, bizim evə. Mən sizə ki 4-də qoy hazırlığa. 6'da da götür, 6 evdən də 10 dəqiqə test çıxmış götürəndə dedim yaxşı. Ona şimdi birazdan onu götürəcəm. Canlını da onunla açacağam. Deyəcəm cici şeylər danış. Yəni canlı mənlə birlikdə olacaq amma danışacaq amma dedim cici bir şeylə danışmayacaq. Canlı da FIFA oynayacaq. Yəni xəbərimiz olsun FC. Ondan versə zat atacağıq. Özə karşı atakda o gün pro 5'ten özümü efsanevi 5 elədim. Qaqa FIFA oynadım ancaq çalışacağım tez. Bir tane çempion olmaq istəyirəm FC şampiyonu. Ömrümdə bir dəfə olmuşam FC şampiyonu. Keçən yay olmuşam. Keçən iyun. Yox, keçən iyun deyəsən. Keçən iyunda olmuşam. Keçən bu vaxt. Sabah da dünya çempionatı başlayır bilərsiniz. Ayın 11-idir. Çempionatdan biri başlayır. Həyəcanlanmışam və inşallah Portuqaliya udar. Tutdum Portuqaliya. Tutdum dostlar, baxın. Komanda bax deyim də Portuqaliyadır, Fransadır, bir də ki Türkiyədir, İspaniyanın, Braziliya falan bunlar tuturam amma əsas çox tutdum lap başda Portuqaliyadır. Əgər yəni tutaq ki desək finala Portuqaliya ilə Fransa gəlsə Portuqaliyanı tutaram. Yəni Portuqaliya ilə də nə bilim Braziliya gəlsə Portuqaliya. Mən yəni desəz ki əsas mən başda yəni Portuqaliya tuturam. Portuqaliya Fransanın əsas amma təbii ki də lap birinci başda demişəm o sizə Portuqaliya. Hələ mən onu çempion eləmişdim, hansısa bir FC videosu atmışdım. Mənə Avstraliya gəlmişdi biri, neçə bəlkə dəqiqə getdi penallara yox. Video. Özə tək səfərim idi oynayan. İlk dəfə idi mod oynayım. İlkində tutdum özəcə professional modda. Yəni yaxşı oynamışdım. Finalda elə Argentina elədiyimiz comebackdə qaqa 1-0-dan 2 veriləmişdim. Sonra yadıma şöyle Messi gəldi. 2 gol atmışdı elə Argentina. O vaxt Messi daşımışdı. Sonra getdi nə bilim penallara tutduq. Getdim blokasın. FIFA Brawl Stars Dünya Kuboku şey gətirib. Gördünüz dostumuzun atdığı emoji. O Brawl Stars Dünya Kuboku topunun emojisidir. Dünya Kuboku topu elədir. Brawl Stars Dünya Kuboku topunun emojisini gətirib. Oy bilə 20 kupa nədir? Nəsə çıxaq. Kutularımızı açaq. Pox çıxdı. Destansı yazsın yenə də şükür eləyəcəm. Oba.
Oba! Qəşəng efsanevi. Nə olar? Karakter nə olar baba? Gözümü yumdum. Anamcan gözümü yumdum. Açıram. Açdım. Ay zibil. Yenə də kita yıldız gücü çıxıb. Nədir? Kettos savaşçıların üzərində 5 saniyə daha uzun qalır. Haqiqat neyiniyim mən bunu? Mən lazım olmayan bir şey. Ay zibil. Yaxşı da oyun. Nəsə kaos. Qəşəng. Efsanevi. Ultra nə olar? Efsanevi. Bu efsanevidən də bir şey çıxsa, mazkim çənə. Buna amma baxacağam, gözümü yummayacağam. Qəşəng, şükür, ay Allah, şükür. Yes be, sonunda Allah'a şükür. 99 karakter 4 qalıb. Clancy. Baxın, Clancy alacağım. Clancy alsam 100-cü karakterim olacaq. Bir dəqiqə. Qardaşıma baxım. Qardaşımın neçə karakteri var? 102. Birzə karakter alsa şöhrət olur qardaşım. Mənim dostumdur bu. Qoy belə. 9000 kupalı 61 karakter nədir? Bir tane yan hesabımıza girdim dostlar. Axırı səfər yan hesaba 12 gün əvvəl girmişdim qaqa. 12 gün əvvəl. 12 gün əvvəl bir sən nə deməkdir? Buna bax bir dənə. Heç yan hesabım deyə bitcəməyə də şeylərdə bax. Burada nə var? Mən öz hesabımın altına almışdım kollit fulləmək üçün oldu. Saat indi gedirəm 6 dəqiqə gedirəm. Tez bir maç oynayım hesablayım. Çünki 4 minut qalacaq. Bir maç oynayım. Tez bir maç oynayım. Buradan da tez qəşəng bir dənə kostyum aldım. Burada ala biləcəyimiz qəşəng bir dənə kostyum. Bunu almaram. Bunda başımda. Burada. Burada alınabilecek en yaxşı kostyum budur. Balqabaq Fang. Fang'in en sevdiğim kostümüdür da. Yox, en sevdiğim ikinci kostüm. En sevdiğim kostüm o gizemli olan bir Fang Guardian odur. O yüzden Fang'da bu hesabda ne kadar kostüm oldu. Allah'tan baxaq. 1, 2, 3, 4, 5. Qəşəng kostümlərimiz var ha. Etdik. Bir an gözləyin dostlar. Gəncdik. Tezlə fənlə də oynayaq. 15 dəqiqə tez getməliyəm. Tez. Ay vələ. Tez. Uşaq yoxsa. Tez baş. Oyunu bitirək. Nə olar bir də. Tez bir dənə bircə dəqiqəliyinə oyunu bitirək. Getməliyəm. 15 dəqiqə götürməliyəm. Hələ uşaq 5 dəqiqə evdən oradan tez sonra tez bitirməliyəm bunu. Bu birinci kill. Gəl belə promo adamlara vuracam ki, qoy bir dənə qəşəng ilk 4-ə girdiksə zordur. Ay sən boy verə soxamazsan ki, biliyor öldüyüm melodi. Nə ola 20 kupa ver. Denən 20 verirəmsə. Qəşəng şükür. Qəşəng dostlar, və hesabımızda 4000 kupa elədiksə tez qaça altın qoyub getməliyəm. Tez açdım bunu. Bir dəqiqə. Burada elə Penny seçək. Neyse yani öz hesabımıza girək. Neyse dostlar, bugünkü videomuz bura qədər idi. Sağ olun. Özünüzə yaxşı baxın. 18:30-da, yəni 44 dəqiqə sonra canlı açacağam.